Salam, hər vaxtınız xeyir. Bugün sizinlə meta dərsimizə davam edirik. Bu sıfırdan dərs hesab olunur. Çünki bugün profilimizin daxilində səhifə açıb onu Instagram hesabımıza bağlayacağıq ki, Instagram reklamlarımızı verə bilək. Profilin daxilində səhifəni necə açırıq? Əvvəlcə Facebook profilimizə daxil oluruq. Daha fazla gör hissəsinə keçid edirik və sayfalar hissəsinə gəlirik. Buradan sayfa oluştura toxunub, hər kəsə açıq eləyib ileriyə basırıq və başlaya basırıq. Səhifəmiz üçün ad qoyuruq. Bu səhifə tekstil səhifəsi olduğuna görə mən burada bir dəqiqə dilini dəyişim, kompüterin tekstil yazacağam. Kateqoriyam tekstil olacaq. Tekstil şirkəti. Buraya isə cehiz yazacağam. Sayfa oluştura toxunuram və gözləyirəm ki, mənim səhifəm oluşturulsun. Aha, səhifəm oluşturuldu. Bu hissəyə nömrə qeyd edəcəm. Azərbaycan yazıram. Şəxsi istifadə elədiyim nömrəni bura qeyd eləməliyəm. Yəni qeyri bir nömrə olmamalıdır və çalışma saatləri sürekli açıq, konumlar və s. də qeyd edə bilərsiniz dediyim kimi, amma mən hazırda qeyd eləməyə ehtiyac duymuram. İleriyə basıram. Aha, burada profil resmi və qabaq fotoğrafı istəsəz profilin daxilində açdığımız səhifəyə əlavə edə bilərsiniz. İləri eləyirəm. Əgər WhatsApp üzərindən də sizə mesaj gəlsin istəyirsinizsə, verdiyiniz reklamlarda burada WhatsApp nömrənizi də həmçinin qeyd edə bilərsiniz. Burada Azərbaycana axtarışa verirsiniz. Azərbaycanın kodunu seçib, daha sonra nömrənizi əlavə eləyəcəksiniz və sizə kod gələcək. O kodu bura yazıb əlavə edə biləcəksiniz. İleriyə basıram, bittiyə basıram. Və artıq hazırdır. Gördüyünüz kimi. Bu mənim əsas profilim. Bu isə profilimin daxilində açdığım reklam üçün səhifə və mən bunu biznes akkaunt'a çevirəcəm. Biznes akkaunt'a çevirmək üçün nə edirəm? Səhifəmin üzərinə gəlirəm. Burada Meta Business Suite var və keçirəm ikinci hissə olan Meta Business Suite-ə. Instagrama bağlamaq üçün bir neçə yoldan istifadə edə bilərik. Birinci hissə buradan Instagrama bağlaya toxunub eləyirik və yaxud da gələn qutusundan açılsın. Burada Instagramı seçirəm və Instagrama bağla edirəm. İndi gəlin Instagrama bağlayaq. Öncə buradan Instagramı silim. Aha, yan hissədə Instagrama giriş eləyirəm və Instagramın login və parolunu bura əlavə edəcəm. Aha, burada Instagramımızı artıq aktiv elədik və qaydırıq Facebook səhifəmizə. Buradan çıxış eləyək. Aha, qayıtdıq açdığımız səhifəyə və buradan Instagramı bağlı eləyirəm. Instagrama giriş yap və artıq giriş eləməyimə ehtiyac yoxdur. Çünki yanında artıq mən Instagramı açmışdım. Login as, Homish aza əlavə eləyirəm. Və burada gözləyirəm ki, bağlantım təsdiqlənsin. Və erişimimi təsdiqləyirəm. Gözləyirəm bu dolsun. Aha, dolduqdan sonra Instagram bağlandı və bitdi eləyirəm. Səhifəmi yeniləyəcəm. Səhifəmi yenilədim və artıq hazırda. Facebook səhifəm Instagram profilimə bağlandı və rahat şəkildə artıq mən gedib reklamlarımı verə bilərəm.